Hər vaxtınız xeyir. Bugün həqiqətən dərin bir mövzuya toxunacağıq. Yaradan və kainat. Bəs aralarındakı əlaqə nədir? Gəlin bu mürəkkəb mətni götürüb onu hamımızın anlaya biləcəyi sadə, aydın bir formaya salaq. Baxın, elə ilk statdan hər şey aydın olur. Böyük yaradan, cəmləri təkdir yaradan. Yəni, söhbət bütün çoxluğu, bütün fərqlilikləri bir araya gətirən vahid bir gücdən gedir. Olduqca dərin bir fikirdir, elə deyilmi? Yaxşı, bəs bu mövzunu necə araşdıracağıq? Planımız belədir. Əvvəlcə həmişə oyaq yaradandan danışacağıq, sonra onun yoxluğunun nəyə başa gələcəyini, yəni yoxluğun bədəlini görəcəyik. Üçüncü hissədə görünməzi necə tapmalı sualına cavab axtaracağıq və nihayət hər şeyi 6 istiqamətli vəhdət konsepti ilə yekunlaşdıracağıq. Elə isə gəlin başlayaq. Birinci hissə, həmişə oyaq yaradan. Bəs bu mətnə görə yaradanı təyin edən o əsas, o mərkəzi xüsusiyyət nədir? Əslində hər şey sadəcə bir, amma çox vacib bir ideya ətrafında fırlanır. Və o ideya budur. Yaradan yatmır, mürgüləmir. O bioloji bir varlıq deyil, maddi deyil, yeməyə, içməyə, yatmaq kimi ehtiyacları yoxdur. O hər şeyin başlanğıcıdır, ilkdir. Baxın, bu cədvəl fərqi çox gözəl göstərir. Sol tərəfdə yaradanın nə olduğu yazılıb. İlk, başlanğıc, yuxusuz, oyaq, nur. Sağ tərəfdə isə nə olmadığı. Bioloji varlıq deyil, mürgüləmir, maddə və ya fiziki cisim deyil, yəni bir tərəfdə fiziki, maddi aləm var, digər tərəfdə isə onu yaradan, amma ondan tamamilə fərqli, əbədi bir şüur. Və mətn bu fikri o qədər vurğulamaq istəyir ki, təkrardan istifadə edir. Yatmaz yaradanım, yatmaz, mürgüləməz yaradanım, mürgüləməz. Baxın, bu təkrarlama boşuna deyil. Demək istəyir ki, bu oyaqlıq onun sadəcə bir xüsusiyyəti yox, onun varlığının, mahiyyətinin özüdür. Yaxşı, anladıq ki, yaradan yatmır. Bəs niyə bu qədər vacibdir? Gəlin ikinci hissəyə keçək. Yoxluğun bədəli. Çünki bu yuxusuzluq konsepti, dediyim kimi, sadəcə bir təsvir deyil. Bunun bütün kainat üçün həyati, kosmik bir əhəmiyyəti var. İndi mətn bizə bir fikir təcrübəsi təklif edir. Gəlin bir anlıq təsəvvür edək, bəs əgər yaradan yatsaydı, əgər o daimi oyaqlıq, o daimi nəzarət bircə anlıq dayansaydı, nə baş verərdi? Cavab dəhşətlidir. Baş verəcək ilk şey xaos olardı. Kainatı bir yerdə saxlayan bütün nizam, bütün qanunlar bir anda darmadağın olardı. Xaosdan sonra isə toqquşma gələrdi. Bütün kainatlar, bütün məkanlar o idarə edici qüvvə olmadan bir-birinə çırpılardı. Və nəhayət hər yeri qaranlıq bürüyərdi. Mətndə adı çəkilən o qara varlıq bütün işığı, bütün həyatı udub, hər şeyin üzərində öz hökmranlığını qurardı. Yəni, ümumləşdirsək, nəticələr fəlakətli olardı. Bütün hərəkət dayanar, yaradılışın özü bitər, kainatın harmoniyası məhv olardı. Hətta ümid və səbir kimi anlayışlar belə yox olardı. Günəş yolunu itirər, əbədi zülmət çökərdi. Deməli, əsas məqam nədir? Yaradanın oyaqlığı sadəcə kainatı dairə etmir. Reallığın özünü var edən, onu ayaqda saxlayan yeganə qüvvədir. Yaxşı, bu qədər vacib bir varlıqdan danışırıq. Amma əvvəldə də dedik ki, o fiziki deyil, maddi deyil. Bəs o zaman sual yaranır. Biz onu necə tapmalıyıq? Görünməyən bir şeyi necə axtarmaq olar? Gəlin üçüncü hissədə buna baxaq. Mətnin cavabı çox bir mənalıdır. Baxın, cədvəldə aydın görünür. Yaradan harada deyil, fiziki maddədə, pulda, başqalarının fikirlərində deyil. Bəs haradadır? Sənin zəkanda, sənin dərrakəndə, sənin məhz öz axtarışının içindədir. Yəni, axtarış xaricdə deyil, daxildədir. Və mətn bizə birbaşa müraciət edir, sanki güzgü tutur. Sən maddiliyə bağlanıbmısan ki, müqəddəslik səndə deyil. Sən pula bağlanmısan ki, o pulda deyil. Yəni, demək istəyir ki, bizim xarici dünyaya olan bağlılıqlarımız əslində onu görməyimizə mane olan pərdələrdir. Və bu fikir həqiqətən də çox güclüdür. Deyir ki, demək ki, o görünməz, sən kör deyilsən. Demək ki, o eşidilməz, sən kar deyilsən. Başqa sözlə desək, problem yaradanın özünü göstərməməsində deyil, problem bizim körlüğümüzdə, bizim karlığımızdadır. Biz daxili hisslərimizi işə salıb baxmağı, dinləməyi bacarmırıq. Qüsur axtarandadır, axtarılanda yox. Bütün bu daxili axtarış bizi hara gətirib çıxarır? Tapmacanın son, ən böyük hissəsinə, 6 istiqamətli vəhdət. Gəlin görək, mətndə təsvir olunan kainatın memarlığı, o böyük nizam necədir? Mətnə görə bütün yaradılış 6 əsas istiqamət üzərində qurulub. Ön, arxa, sol, sağ, yuxarı və aşağı. Təsəvvür edin, bu bütün varlığın, bütün kainatın üç ölçülü koordinat sistemidir.
Amma işin ən maraqlı tərəfi indi gəlir. Bu 6 istiqamət bir-birindən ayrı, dağınıq deyil. Onların hamısı bir yerə bağlanır. Vahid bir mərkəzə və o mərkəzdə yaradandır. Ya bu prinsipə vəhdət deyilir, yəni birlik. Bütün yaradılış, o 6 istiqamətin hamısı mərkəzdəki o tək yaradana ayrılmaz şəkildə bağlıdır. Hər şey bir bütündür, hər şey bir-biri ilə əlaqəlidir. Və bütün bu izahın sonunda mətn bizi çox güclü bir cümlə ilə baş-başa qoyur. Qaranlıqdan işıq, idim ki, qaranlığa işığam. Bu, başlanğıcın və sonun bir olduğunu, yaradanın həm qaranlığın içindən çıxan nur, həm də qaranlığa nur saçan olduğunu göstərən bir dövrədir. Və bu, bizi düşünməyə vadar edir. Əgər bütün kainatın nizamı daimi bir oyaqlıqdan asılıdırsa, bəs bizim öz daxili dünyamızın nizamı, bizim öz işığımız nədən asılıdır?